qonaqlar, bugün daha bir şəhidimizin Əzzaman Mehmanoğlu Zeynalovun anı tədbirinə yığışmışıq. Əzzaman təkcə bir insan deyildi. O zamanın içində doğulan, millətin ruhunu daşıyan bir simvol. Onun üçün vətən sadəcə torpaq deyildi. Hər daşı, hər ağacı, hər nəfəsi bir yaddaş idi. Əzzaman vətənini sevir, ürəklə, şüarla, şuuruyla mübarizə aparırdı. O bilirdi ki, vətəni sevmək yalnız sözdə deyil, əməldədir. Və bu əməli şəhidlik zirvəsinə ucalmaqla təsdiq etdi. O susanda vətən üçün sustu. Əzzaman sustu ki, vətən dinlənsin. Vətən hayqırsın, azadlığını geri alsın. Və buna da nail oldu. Əzzamanın sevgisi mərdliklə yoğrulmuş bir sevgiydi. Qorxusuz, sınmaz, əyilməz. Əzzaman Zeynalov Mehmanoğlu 1996-cı ildə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində, 1-ci Nərimanabad qəsəbəsində doğulub. Ailəsinin yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi olub. 2003-cü ildə Sabunçu qəsəbəsi 68 sayılı orta məktəbə 1-ci sinifə gedib və oranı da 2015-ci ildə 2014-cü ildə bitiribdi. 2015-ci il yanvar ayının 12-sində Sabunçu rayonunun həqiqi hərbi xidmətə çağırılıbdı və 2014-cü ildə sənədlərini Bakı Dəniz Balıq Sənayesi Texnikumuna verib və ora daxil olmuşdu. 2016-cı ildə aprel döyüşlərində iştirak edib və ən böyük arzusu kəşfiyyata getmək olub. Məzuniyyətə gələndə atasına deyib ki, ata, mən kəşfiyyata gedəcəm. Heç vaxt yalandan and içməyən Əzzaman deyib ki, ata, sənin canına mən heç vaxt yalandan and içməmişəm. Amma and olsun ki, mən ona görə də başdan icazə alıram ki, sonra sənə yalan danışmayım. 2016-cı ildə may ayının 21-də döyüş tapşırığı növbəsində olarkən xidməti postuna hücum nəticəsində Əzzaman şəhid olub. 19 yaşı var idi və çox vətənpərvər, patriot oğlan idi. Hələ də yeniyetmə vaxtlarından hər yerdə bütün şəkillərini Azərbaycanımızın bayrağına bürünərək çəkdirildi, təqdim edirdi. Bu da onun vətən sevgisindən xəbər verir. Əzzaman hələ Gəncədə hərbi xidmətdə olarkən əskər yoldaşlarına deyib ki, uşaqlar, mən də şəhid olacağım. Düzdür, bilirəm məndən sonra doğmalarım çox əziyyət çəkəcəklər, qəbul edə bilməyəcəklər. Amma nə edim, bu məndən asılı deyil. Bunu mən yuxuda görmüşəm, yuxuda deyirlər, əziz qonaqlar. Bir çox şəhid tədbirlərində təbii ki, iştirak eləmişik. Sanki şəhidlərimizin hər birinin həyat hekayəsi bir-birinə bənzəyib, bir çoxları bu yuxuda bu artıq verilmişdir, xəbər verilmişdir öncədən həmin oğullarımıza. Bu da onu göstərir ki, bu oğullar Allahın istəyi ilə, bu misiyayla, şəhidlik misiyasıyla dövlətinə, vətəninə xidmət etmək üçün, torpaqlarımızı azad etmək üçün doğulmuşlar, həyata qədəm qoymuşlar və bu misiyalar şərəflə yerinə yetirdilər. 22 may 2016-cı ildə Əzzaman torpağa tapşırıldı. Vətən sağ olsun. Allah məqamınız versin şəhidimizin. Və mən də istəyirəm ki, proqram bir şəxsi dəvət edin. Dəmir Yumruq Alifa Cəmiyyətinin sədri Ülviyə xanım Əsədovanı. Və bildiyiniz kimi də bu tədbir Ülviyə xanımın təşəbbüsü ilə keçir.